cümlələrlə danışıq, xatırlatma eləyək, sonra keçək cümlənin quruluşca növünə. Niyə bunları bir-birlərlə əlaqələndirirəm? İndi onları ən yaxşısı lövhə açmaqdır, ayrıca lövhə açın birinci. Deyim ki, görüntüyə düşsün. Deməli, cümlə üzvlərimiz, cümlədəki sözlər və yaxud da söz birləşmələri adı biz cümlə üzvləri deyirik. Cümlə üzvlərimiz iki qrupa bölünür. Cümlə üzvləri. Bir, baş üzvlər. Bir də ikinci dərəcəli üzvlər. Baş üzvlər nədir, uşaqlar? Yəni, bunlar olmasa ən birinci də xəbər, cümlə yaranmaz. İkinci dərəcəli üzvlər isə cümlədə məlumatı genişləndirməyə xidmət edirlər. Baş üzvlərimiz mübtəda və xəbərdir. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq və zərflikdir. Mübtəda nədir? Kim, nə, hara suallarından birinə cavab verir. Ən çox adlı halda olan söz və yaxud da söz birləşmələrlə ifadə olunur. Xəbər isə, bunu 6-cı sinifdə keçmişdik. İki yerə bölünür ifadə vasitəsinə görə. İsmi xəbər və feili xəbər. İsmi xəbər, isim, sifət, say, əvəzlik, zərf, məsdər, feili sifətlə ifadə olunur. Feili xəbər isə feilin şəkilləri, əmr, arzu, lazım, vacib, şərt şəkillərlə ifadə olunur. Məsələn, deyirəm, gözəldir. Burada sifətlə ifadə olunduğuna görə olacaq ismi xəbər. Bir də var deyirəm ki, məsəl üçün, gedirəm. Oxuyuram, oxuyacaq, yazacaq, gedəcək, bunlar olur feili xəbər. Sonra, ikinci dərəcəli üzvlərdən təyin. Təyin necə, nə cür, hansı suallarından birinə cavab verir və təyin əşyanın əlamətini izah eləyir, miqdarını izah eləyir. Ən çox mübtədanın, bir də ismi xəbərin qarşısında gəlir, tamamlığın qarşısında gəlir. Məsələn, deyirəm ki, mənim 5 dənə qələmim var. Nə qədər qələmin var? 5 dənə. Əşyanın miqdarını bildirdiyinə görə 5 sözü burada təyin oldu. O çox gözəl qızdır. Necə qızdır? Gözəl qızdır. Gözəl burada təyindir. Qızı izah elədi. Tamamlıq isə ismin təsirli, yönlülük, yerlik və çıxışlıq hallarında olan sözlərin suallarına cavab verir. Məsələn, kimə, kimi, nəyi, kimdə, nədə, kim üçün, nə üçün, kim haqqında, nə barəsində, kim ilə. Bu tipli suallar tamamlığın suallarıdır. Sonra keçirəm zərfliyə. Zərfli isə hərəkəti izah eləyir. Müxtəlif cəhətdən izah eləyir. Zərfliyin məna növləri var. Deməli, tərz hərəkət zərfliyi. Bu niyə belə oldu? Tərz hərəkət zərfliyi. Zaman zərfliyi. Yer zərfliyi. Sonra gəlirəm. Miqdar zərfliyi. Miqdar bəzi yerlərdə kəmiyyət də gedə bilər. Səbəb zərfliyi və məqsəd zərfliyinə bölünür. Tərz hərəkət, hərəkətin tərzini bildirir. Cəsarətlə danışdı, igidcəsinə vuruşdu, tərzini bildirir. Sonra zaman zərfləri hərəkətin baş verdiyi zamanı bildirir. Saat 5-də qoşularıq. Sabah bizə gələrsən. Yer zərfliyi hərəkətin baş verdiyi yeri bildirir. Miqdar zərfliyi hərəkətin miqdarını bildirir. Çox danışdı, az güldü, nə bilim, dəfələrlə dedi. Bu tipli. Səbəb məqsəd zərflikləri isə biri işin səbəbini bildirir, biri məqsədini. Məsələn, deyirəm, ali məktəbə qəbul olmaq üçün gecə-gündüz çalışır. Bu məqsəddir. Mənim qarşımda məqsəd var. Niyə gecə-gündüz çalışıram ali məktəbə qəbul olmaq üçün? Səbəb zərfliyi isə, məsələn, deyirəm ki, işıqlar söndüyünə görə dərsini oxuya bilməmişdi. Dərsini oxuya bilməmək səbəbi nədir? İşıqların sönməyi. Bu da səbəb zərfliyi sayılır. Bura qədər. Hər şey aydındır. Sual varsa verin. Xeyr, mənim. Xeyr, mənim. Aydındır. Nuray, aydındır. Bəli. Tamam. Bu cümlə üzvlərimiz. İndi bunun qısa konkret qaydasını da ataram. Bir dəfə təkrar eləyərsiniz ki, yadınıza düşsün. Çünki bizə əsas cümlə üzvləri lazım olacaq. İndi necə sözün quruluşca növü var, söz birləşməsinin quruluşca növü var. 8-ci sinifdə keçəcəyik söz birləşmələri. Cümlənin də elə quruluşca növü var. Amma cümlənin quruluşca 2 növü var. Sadə cümlələr və mürəkkəb cümlələr. Uşaqlar,
cümlənin quruluşca növü, onun qrammatik əsası. Hə, bir də bir şey deməyi unutdum. Qeyd edib götürə bilərsiniz. Sizdən testdə desə ki, qrammatik əsas, siz mütləqdir ki, mübtəda və yaxud da xəbər axtarasınız. Yəni xəbər onsuz da cümlədə olur. Mübtəda isə cümlədə ola da bilər, olmaya da bilər. Amma bir şey yadınızda saxlayın ki, baş üzvlər bərabərdir qrammatik əsasa. Yəni bunun iki adı var. Baş üzv də ola bilər, mübtəda xəbər, qrammatik əsas da deyə bilər. Bu sizi çaşdırmasın. Cümlənin quruluşca növü onun qrammatik əsasına görə müəyyənləşir. Elə bir cümlə üzvü ola bilər ki, orada bir mübtəda, bir xəbər olsun. Sən onu götürəsən sadə cümlə. Amma elə cümlə olacaq ki, orada ən azı 2 mübtəda, 2 xəbər olsun. Onda sən onu götürəsən mürəkkəb cümlə. Gəlin baxaq, gəlin təhlil edək. Amma bir dənə də qeyd deyirəm, diqqətli olun, vacib nüansdır. Qeyd kimi bir şeydir bu da. Deməli, uşaqlar, əgər bir cümlədə, məsələn, bir dənə mübtəda var, amma ona tabe olan bir neçə dənə xəbər varsa, onda biz bunu sadə cümlə götürəcəyik. Məsələn, deyirəm ki, Zəhra yazır, oxuyur, məsəl üçün rəsm çəkir. Oxuyur, rəsm çəkir. Burada hər bir işi görən kimdir? Yazan da Zəhradır, oxuyan da Zəhradır, rəsm çəkən də Zəhradır. Burada hər xəbər ayrı-ayrı mübtədaya yox, bir mübtədaya tabe olduğuna görə onda sadə cümlə götürür. Və yaxud da əksinə, cümlədə bir neçə dənə mübtəda var, amma bir xəbərə tabedir. Siz bunu yenə sadə cümlə götürəsiniz. Məsələn, deyirəm ki, Aysun, Zəhra, Nuray dərsə qoşuldu. Burada dərsə qoşulan kimlərdir? Kim? Aysun, kim? Zəhra, kim? Nuray. Belə deyim də, bu qoşuldular xəbərinin işini icra edən bir dənə mübtəda sayılır. Aysun, Zəhra, Nuray. Sadə cümlədir. Mürəkkəb cümlə necə olur? Hər mübtədanın özünə məxsus xəbəri olmalıdır. Onda mürəkkəb götürməlisən deyib, məsəl üçün, və yaxud da artırırsan da sıra artır gedir. Məsələn, deyirəm, Aysun dərs oxuyur, Zəhra rəsm çəkir, Nuray tutalım tapşırıqlarını yazır, Mir Sadiq müəllimə qulaq asır. Hər mübtəda ayrı-ayrı xəbərləri gördü. Bunu tapmağın, bu tipli cümlənin quruluşca növündə sadə və yaxud da mürəkkəb olduğunu rahatlıqla tapmaq istəyirsinizsə, tez birinci cümlədə mübtəda ilə xəbəri ortaya çıxardın və onların bir-birlərinə bağlılığını yoxlayın. Diqqətli olun. Bax, yenə ehtiyac var təkrarlamağa. Yenə qeyd edirəm. Əgər cümlədə bir neçə mübtəda var, amma bir xəbərə tabedirsə, sadə götürürsən. Cümlədə bir mübtəda var, bir neçə xəbərə tabedirsə, yenə sadə götürürsən. Yəni, belə yadınızda saxlayın ki, hər xəbərin ayrı-ayrı mübtədası olmalıdır. Onda mürəkkəb olacaq. Məsələn, deyirəm ki, nənə, tutalım, yuxa, lavaş bişirir. Məsələn, baba odun doğrayır, ana xəmir yoğurur, uşaqlar da həyətdə oynayırlar. Nə oldu? Oynayan kimdir? Uşaqlar. Xəmiri yoğuran kimdir? Ana. Odunu doğrayan kimdir? Baba. Lavaş yayan kimdir? Nənə. Gördünüz? Hər xəbər ayrı-ayrı mübtədaya tabedir. Bunu artıq mürəkkəb götürürsünüz. Aydın oldu. Sualınız varsa verin.